28-ci suala baxır. Deyir, müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə büruzə verir. Hətta bu hal şagird nailiyyətinin qiymətləndirilməsinə təsir edir. Müəllim etik davranış prinsiplərindən hansı tələb pozmuş olur? Biz bu sualın izahını test 2-nin izahında vermişdik. Bu təkrar sualdır. Amma yenidən bunun deməli ardıcıllıq pozulmasın deyə izahını veririk. Müəllim valideynlə ünsiyyət qurur. Ünsiyyət zamanı bunlar arasında anlaşılmazlıq baş verir. Və müəllim həmin bu deməli anlaşılmazlıqdan sonra artıq başlayır sinifdə həmin şagirdə bunu büruzə verməyə. Başlayır şagirdlə pis davranır, pis rəftar edir, pis danışır və nə edir? Şagirdin nailiyyətinin qiymətləndirilməsi o deməkdir. Yəni müəllim şagirdi qiymətləndirmə zamanı fərz edək ki, şagird bu gün dərsə tam hazırlıqlı gəlib, dərsə tam hazırdır, lakin müəllim prinsip olaraq valideyni ilə deməli düz demədiyinə görə lori dildə desək, qərəzli şəkildə götürür şagirdin qiymətini aşağı yazır. Şagirdin qiymətini kəsir. Ona görə də deyir ki, etik davranış prinsiplərindən hansı tələb pozulmuşdur? Bu qərəzsizlik prinsipidir. Çünki müəllim şagirdin valideyni ilə ünsiyyət zamanı anlaşılmazlıq yaşayıb və gətirir bunu nə edir? Şagirdin qiymətində deməli bunu tətbiq eləyir. Yəni mən sənin valideyninlə düz demədim, sənin valideyninlə belə deyək, aramızda mübahisə oldu, aramızda anlaşılmazlıq oldu və mən bunu əsas götürüb həmin valideynin övladına, yəni həmin şagirdin qiymətləndirilməsinə mən bunu tətbiq eləyirəm. Prinsip olaraq, qərəzli olaraq mən şagirdin balını, qiymətini kəsirəm. Nə dərəcədə bu düzgündür? Əlbəttə düzgün deyil. Müəllim bu hərəkətə yol verirsə, qərəzsizlik prinsipini pozmuş sayılır. Ümumiyyətlə biz qərəzsizlik prinsipində də demişdik ki, deməli qərəzsizlik prinsipi nə idi? Təhsil verən vəzifə funksiyasını yerinə yetirən zaman qərəzsiz olmalıdır. Yəni heç bir halda qərəzli şəkildə münasibət göstərməməlidir təhsil alana. Əgər bu prinsipi müəllim pozursa, qərəzsizlik prinsipini pozmuş sayılır.